Dostlar, deməli qarşımda 4 nəfər xanım var. Bunlar bizim Axnac Otel restoranımızda 100% yığıblar. Deməli, özünüzü təqdim edin ilk öncə. Əsnad. Əsnad. Nilay. Eşq olsun. Zeynəb. Zeynəb 10 sinif qızımızdır. Nuray. Nuray 9-cu sinif idi səhvləmirəmsə. Eşq olsun. Deməli dostlar, hazırlaşdığımız universitet və ixtisas. Hədəfimiz haradır? Ada, universitet, ixtisas olaraq da hüquq. İnşallah Allah yolunu açıq eləsin. Milli Aviasiya Akademiyası, ixtisas robotexnologiya. Bilirsən, pullar da var. Ben Zeynəb, hazırlaşıram. Burada üniversitede girip xaricə getmək fikrim var. inşallah tibdə də yaxşı pul var ha. Maşallah. Xarici hazırlaşıram, ixtisas IT. İnşallah. Deməli bizim Nuray qızımız eyni zamanda IELTS-dən də 7 bal yığıb. Liseyin hətta 8.5-dir. Allah yolunu açıq eləsin dostlar. Əsnad, gündə ortalama neçə saat dərs oxursan? 2-3 saat olar yəqin. 2-3 saat. Nilay, amma sən bilirsən. Heç bir saat da deyil. Bir yavru ləbimiz. Zeynəb, sən çox oxuyan oxuyursan? Yox, heç oxumam. Yox da, yaxşı da. İndi neçə O saat? qədər ciddi oturub oxumuram. 3 saat, 5 saat, 1 saat. 3-1 arası. 3-1 ara. Olsun. Biz necə bu ballar yığırsın ola? Belə Saymıram, oxuyuram, neçə disiplinli oxuyuram da, yəni. Disiplinli oxursan. Mən də sənə da deyirsən ki, dərsdə diqqətli qulaq asın, bəsimdə. 100%. Mən də o belə deyirdim. Saymıram dəqiq vaxtı. Ortalama. Yəni səhər girirəm hazırlığa, axşam çıxıram hazırlıqdan, sonra da qalan vaxtında ev tapşırıq yazırım. Eşq olsun. Deməli bu 4 xanımınız imtahanda 100 yığanlardır. Orada da 3 nəfər oğlan var, cəzaya saxlamışam. Biri Həsəndir. İslam üzünə baxmaq istəyirəm. İslam o birisi qardaşı görmək istəyirəm. O da Muqallov Yusif. Deməli bu qardaşlarla lüğət oxumadıqlarına görə dərsdən sonra cəzaya saxlamışam. Heç olmaz inşallah. Allah yolunuzu açıq eləsin. Allah qurtarsın qardaşlar sizi.